Azərsüd, Lənkəran çayları, Evita Gözəlliyi Mərkəzi, Diablo şirniyyatlarının baş sponsorluğu, Bioline Jato kosmetik vasitələrinin xüsusi sponsorluğu, Nur Mobilyanın sponsorluğu ilə Şəfalı Həyat başladı. Xoş gördük mənim əzizlərim. Xoş gördük. Siz üçün çox darıxmışdım. Bir həftə mən üçün inanın ki, elə bil ki, bir aydır. Mənim əzizlərim, bugün də Şəfalı Həyat yenə də sizinlədir. Mən isə sizin həkim diyetoloq Şəfa Yadigarova bugün əli dolu gəlmişəm. Maraqlı söhbətlərlə, maraqlı qonaqlarla, maraqlı ifalarla yenə də Şəfalı Həyat sizinlədir. Bugün studiyamızın gözəl xanım qonaqları olacaq. Sual verəcəksiniz, niyə məhz xanımlar? Çünki bugünkü verilişimiz deyərdim ki, bizim gözəl xanımlarımıza həsr olunur. Çünki hər şey hardan başlayır? Biz xanımlardan. Elə istəyirəm, birinci növbədə bugün mənim əzizim, dostum, illər boyunca bərabər çalışdığım mənim əzizim Səbinə xanım Rəhimovanı təqdim edim. Onu da nəzərinizə çatdırım ki, Səbinə xanım beynəlxalq Master Coach Azərbaycan məktəbinin həm rəhbəri, həm təhsilçisidir. Xoş gördük Səbinə xanım. Xoş gördük. Mən də darıxdım dediniz. Bir həftə ərzində darıxdınız. Mən də darıxdım sizdən. Çoxdan da efirlərdə olmamışam və gözəl görsəniz Şəfaqam həmişəki kimi. Təşəkkür edirəm. Təşəkkür Buyurun, edirəm. əyləşin. Çox sağ ol. Və istəyirəm növbəti qonağımızı təqdim edim. Elə belə qonaq deyil, onun da bugün burada olmağının böyük səbəbi var. Bəzi xanımlar deyir ki, mən necə edeyim ki, həm ana olum, həm gözəl formada olum. Bunun sirlərini elə bugün Super Mama Hamiləlik Məktəbinin həm rəhbəri, həm təhsilçisi Leyla xanım Hüseynova ilə bərabər müzakirə edəcəyik. Xoş gördük Leyla xanım. İlk dəfəsiz bizim verilişimizdə. Düşünürəm ki, bugün gözəl məsləhətlər, elə öz sirrinizi necə, öz sirlərinizi bugün bizim verilişimizdə paylaşacaqsınız. Mütləq. Buyurun, əyləşin, ətraflı danışaq və bizim gözəl xanımımız. Mən deyərdim ki, bu xanım, deyəcəm kimdir biraz sonra, xanımın çox gözəl ifaları, gözəl tərzi, insanın öz tərzi var. Nə heç kəsə bənzəməyə çalışmır, onun özlüyü var. Ona görə də onu hər kəs sevir. Mənim gözəlim, əzizim, sevimlim, gözəl tərzlə, gözəl ifalarla, gözəl rəqslərlə bugün studiyamızın qonağı Nərmin xanım Kərimbəyova. Mənim ürəyim, canım. Sen sevgi kadını, sevdin dünyanı, hayatı. Korkmadın sınavlardan, boş verdin düşməni yadı. Her günün bir hediye Tanrı'dan mənə ruzudur. Şükredirəm ona çünkü bizi yaradan, koruyan odur. Kadındır, sevginin, eşkin özü. Kadındır, hayatın şirin sözü. Kadındır, güzelliğin belə lap özü. Kadındır, Tanrı'nın verdiği gücü. Kadındır, sevginin, eşkin özü. Kadındır, hayatın şirin sözü. Kadındır, güzelliğin belə lap özü. Kadındır, Tanrı'nın verdiği gücü. Her günün bir hediye Tanrı'dan mənə ruzudur. Şükredirəm ona çünkü bizi yaradan, koruyan odur. Kadındır, sevginin, eşkin özü. Kadındır, hayatın şirin sözü. Kadındır, güzelliğin belə lap özü. Kadındır, Tanrı'nın verdiği gücü. Kadındır,
Sevginin, eşkin özü Kadındır, kadındır, hayatın şirin sözü kadındır, kadındır, Güzelliğin belə laf özü kadındır, kadındır, Tanrının verdiği gücü Kadındır, kadındır Sevginin, eşkin özü Kadındır, kadındır Hayatın şirin sözü Kadındır, kadındır Güzelliğin belə laf özü Kadındır, kadındır Tanrının verdiği gücü Çox gözəl ifanızdan inanın ki, o qadın enerjisi yarandı məndə də. Nərmin xanım, yeri gəlmişkən sizi üçün gözəl qonaqlar üçün də gözəl çay dəmləmişəm. Onu da deyim ki, şəkərsiz, unsuz, glutensiz belə bir gözəl cookinglərlə çay içəcəyik. Elə verilişimizdə həmin gözəl bu çayımızdan içək. Gözəl çay dəmləmişəm, görürsünüz Kömək ki. eləyim sizə. Can, kömək də eləyə bilərsiniz, kömək eləməyin. Mən Siz həmişə zaten şad gözəl olaram sizə kömək ifalarınızla. Nə deyərsə onu mən apararam. Gəlin belə bu şəkərsiz, unsuz, glutensiz gözəl piçenyalar siz aparın. Yaxşı. Çayları da mən gətirim. Necə baxırsınız? Çox qəşəng. Bəh, Çaya gətirməkdən zaten qorxuram deyə siz gətirsəniz yaxşı. Gözəl çayla, gözəl söhbətlərlə. Onu da deyim ki, mənə deyirlər ki, Şəfa xanım necə şirniyyat, baxın, məhz şəkərsiz, unsuz, glutensiz şirniyyatlarda siz də rahat yeyirsiniz. Necə ki, indi Nərmin xanım, Leyla xanım, Səbinə xanım və kökəlmirsiniz. Əsas odur ki, kökəlmirsiniz. Formada qalırsınız. İstəyər hamilə xanımlar, istəyər uşaqlar, hamı rahatlıqla bundan istifadə edə bilər. Sizə gözəl çay verim və gözəl-gözəl söhbətlərimizi eləyək. Necə baxırsınız? Çox müsbət. Sizə baxanda ümumiyyətcə gözümüz bizim sevilir Siz özünüz də deyə. maşallah çox müsbətsiz. Biz necədir Şəfa xanım, Onu da qoyun bura. siz də çalışırsınız öz işinizdə maksimum canla. Yəni işinizə sırf formal yanaşmırsınız. Siz Bəli. canla onu idarə edirsiniz. İstəyirsiniz ki, yanınızda siz sevdiyiniz və etibar elədiyiniz insanlar həm mütəxəssislər olsun. Bəli. Ona görə də sizin yanınıza gəlmək özü bir xoşbəxtlikdir deyə. Maşallah sizdən Çox xoşdur. belə enerji gəldi Nərmin xanım. O qədər gözəl bir enerjili bir xanımdır. Yeri gəlmişkən bugün studiyamızın maraqlı qonaqları var. Hər biri də anadır. İstəyər Səbinə xanım, ona deyim ki, Səbinə xanım bu yaxınlardan ana olub bir ay bundan öncə. Amma çox gözəl formadadır Çox sağ olun. maşallah. Leyla xanım 3 evlad anasıdır. Nərmin xanım da 2 evlad. Yox. Bir. Bir. Hə, elə düz 2-dir. Double oldu. Onun enerjisi 5 uşağa yetər əslində. Mən ki 5 uşaq anasıyam, elə hiss edirəm özümü. Mən də təbii ki, hamı bilir, 2 evlad anasıyam. Odur ki, bugün mövzumu istəyərdim analar, ana olmaq, hamiləlik haqqında danışaq. Səbinə xanım, sizdən başlamaq istəyərdik. Birinci onu da vurğulayım ki, mən ikinci dəfə ana oldum və böyük Hətta. bəli, böyük məsafə oldu onların arasında. 12 yaş fərqi oldu qızımla Böyük oğlumun yaş arasında. fərqi. Bəli, böyük Neçə yaş yaş? 12. 12 yaş. Bəli, qızımın artıq 12 yaşı var. Buradan da ona Maşallah. salam deyirəm Emiliya qızıma və bu yaxınlarda da ikinci dəfə ana oldum və onu da üzümü tutub demək istəyirəm ki, elə belə bu mövzunu biz sizinlə bərabər bugündən seçmədik. Çünki həm ana olmaq, ana arzusunda olmaq insanlar çoxdur, xanımlar çoxdur. Aralarında qorxan var. Hamiləliyin özündən, hamiləlikdən sonra olan bir vəziyyətlərindən, formalarından qorxanlar var. Və ikinci növbədə məsələn yaşla bağlı. Bugünkü gündə əgər oturub düz danışaq, 30 plus artıq ailə həyatı quranlar çoxdur. Artıq Bəli. tez ərə getmək istəmirlər. Birinci dəfə mən 24 yaşında ana oldum, ikinci dəfə 35 yaşında ana oldum və bu artıq hətta fikrimcə gec hamiləlik artıq sayılır da 35 yaş. 35 yaşdan sonra? Bəli, artıq sayılır gec hamiləlik və çox adam qorxur. Qorxmayın. Düzgün yanınızda psixoloji dəstək olanda, fizioloji dəstək olanda, düzgün dietoloq, həkimlər və ümumiyyətlə yanaşma olanda heç bir yaşdan olmaq qorxulu deyil. Bunu da vurğulayım və hamiləliyin özü də gözəl keçə bilər. Hamiləlikdən sonra reabilitasiyada gözəl keçə bilər. Olar mən sizin icazəvizlə onu deyim ki, Səbinə xanım ana oldu və mən bildim ki, bugün ana olubdur. Mən artıq axşam zəng eləyəndə Səbinə xanım doğum evində yox idi, artıq evdə idi. Yəni
maşallah, maşallah olsun. Allah hər kəsə bizə elə qismət etsin. Yəni ana olmaq istəyənlər üçün. Yəni çox rahat hamiləlik oldu, çox rahat yəni sonrakı etapları oldu. Bunun sirləri. Bax mən istəyirəm, bu doğrudan mən özüm də şokdaydım. Mən istəyirdim sizi gəlim təbrik edim. Artıq dedilər ki, yox, Səbinə xanım çıxıbdır. Yəni nə dərəcədə bu düzgün qidalanma, idman, düzgün düşüncə, bu psixoloji durum çox önəmlidir. Özünüz də həyat kovuçusunuz. Mən sizin bütün təlimlərinizdən də keçmişəm. Oğlumla da işləmişsiniz və bizim Şəfalı Həyat klubumuzdan dəfələrlə siz speaker kimi çıxış etmişsiniz. Bəli, birincisi sözsüz ki, psixoloji. Biz hazır olmalıyıq buna və maarifləndirmə olmalıdır. Mən belə bir üzr edici bir halla rastlaşdım ki, mən özüm birinci növbədə hamiləliyimi bilən kimi başladım araşdırmağa məktəblər, hansı fitness məktəblərimiz var, sırf hamiləlik klubları var və Leyla xanımı araşdırdım, tapdım. Nəhayət ki. Bəli, mənim artıq bu çox yaxın rəfiqəm oldu. Həqiqətən, çünki daimi yanımdaydı. Nəinki mənim yanımda, bütün bizim qrup hamilələr yanında oldu. Qrupdan qrupa fərq edir. Hardasa 10 nəfərdən 12-13 nəfərə qədər. Bizdə də Artıq Azərbaycanda bu yayılıb. Mən görürəm ki, analar çox diqqətlidir. Bəli, Leyla xanım Azərbaycandadır və mən tapdım. Çox gözəl bir zalı var və çox sevindim ki, mən qatıldım həmin kurslara. Əvvəlcədən olmaz. Səhv elədimsə 16-cı həftədən. Mən istəyərdim bu Leyla xanım bu haqda da deyəcək, bəli. Və mən onu bir dənə sözümü bitirim ki, tam komanda ilə bərabərsiz mənə nə qədər dəstək oldunuz, qidalanma tərəfdən korreksiya verdiniz mənə ki, bunu olar, bunu olmaz. Və bunların hamısını bərabər belə yanaşanda nəticə, göz qabağında. Təşəkkür edirəm və nəticədən daxili nəticə gözəldir və daxildən həqiqətən həmin o anları belə deyək, tam yaşayırsan. Çünki bu hamiləlik xəstəlik deyil, gözəl bir andır və hamiləlikdən sonra da olan o uşağın balaca deyilə çətindir. Çətin sonra olmayacaq. Yəni darıxacaqsınız bu Yeri gəlmişsə, insan sağlamlığı, şəfası daxildən gəlməlidir. Elə ona görə mən hər zaman deyirəm, şəfalı həyat verilişin ən önəmli, ən vacib konsepsiyası odur ki, biz insanlara şəfa verməyə çalışırıq. İstəyər bu qidamızda, bax, adicə çay süzmüşük, o da orqanikdir, o da keyfiyyətli. Adicə bu şirniyyatlardır, o deyirlər, şirniyyatdan qorxan insanlar. Bax, bu şirniyyatlar hansı ki, şəkərsizdir, glutensiz, rahatlıqla istifadə edə bilər. Biz sağlam həyatı, sağlam qidalanma, sağlam düşüncəni, sağlam musiqini, sağlam ətrafı, yəni şəfalı həyatı təbliğ edirik və təbliğ bu yalnız tək qida deyil, hər şeydədir. İstəyər düşüncəmizdə, istəyər gözəl musiqilərə qulaq asmağımızda, istəyər ailə tərbiyəsi. Bunlar hər bir şey. Adi bir kosmetika, o da şəfalı olmalıdır. Qatqısı olsa o nə dərəcədə bizə faydalı olacaq? Elə istəyirəm Leyla xanıma keçid alaq, onun mərkəzi haqqında biraz məlumat verək. Bizim mərkəzimiz artıq 2014-cü ildən fəaliyyət göstərir və iki ən böyük istiqamətimiz var. Birincisi, hamiləlik rahat keçsin deyə biz hamilələrə xüsusi hərəkətlər veririk, psixoloji dəstək veririk. Çünki bilirsiniz, hamiləliyin xüsusilə sonuna doğru artıq çətinliklərlə rastlaşır analar. Bel ağrıları, ayaqda ödəm, şişkinlik və s. kimi bir çox problemlər, bunların olmamasına kömək oluruq və ikinci istiqamətimizdə qadınları təbii doğuşa hazırlayırıq ki, doğuş maksimal dərəcədə ağrısız keçsin, zaman olaraq daha qısa olsun və daha rahat olsun. Bir sual verim. Neçə həftəsindən olar və neçənci həftəyə kimi davamlı? 14-cü həftədən artıq başlamaq lazımdır və doğuş gününə qədər bizim məktəbə gəlmək olar. Doğuş gündən bir gün qabaq mən sonuncu dərsdəydim. Nə danışırsınız Səbinə xanım? Leyla xanım, baxın, o dediniz ki, 14-cü həftədən artıq doğuşa kimi sizin məktəbinizdə təlimlər keçirlər. Orada təlimlər nədən ibarətdir? Orada da iki istiqamətimiz var. İlk fiziki hazırlıqdır. Yəni bunu biz demək olar ki, ayda həftədə 2 dəfə dərslər olmaq şərti ilə 2-3 dəfə təlim edirik və ayda da bir dəfə müxtəlif mövzulara toxunuruq. Yəni biz həkimləri, doulaları və s. çağırırıq. Onlar bizim hamilələri maarifləndirir. Məsələn, uşağa necə baxmaq lazımdır onun ilk günlərində, xüsusilə ilk 40 günü əhatə edirik. Körpəni tutuşundan tutmuş göbək baxımına, çimizdirməsinə daxil bütün məlumatları veririk. Ondan sonra psixoloqla görüşümüz olur. Çünki hamilələrin çox qorxuları olur. Xüsusilə təbii doğuşa qorxuları olur. Onu aradan qaldırırıq. Təbii doğuş necə keçir, hansı mərhələlərlə qadınlar qarşılaşırlar. Bütün bunları və həm problemləri, həm də onların çözümləri barəsində danışırıq. Valideynlik və valideyn olma istəyi əlbəttə ailə modeli,
Ailədə görsən ki, valideynlər sənə qarşı necədirlər, valideynlərin çox yaxşıdırsa, sən də yaxşı valideyn olmaq istəyirsən, sən də övlad istəyirsən. Və mən həmişə övlad istəmişəm və ona görə də o, yəni sevgimdir mənim. Əlbəttə ki, övladım sevgimdir mənim. Amma uşaqlarda fərqli cürdür. Uşaqlar da indiki dövrdə fərqlidirlər, bizim kimi deyirlər. Biz də onlarla böyüyüb öyrənirik. Onlar da bəzən deyirlər ki, uşağın çətindirsə, o sən bilmədiklərini öyrətmək üçün gəlib. Bəli, sən ondan öyrənirsən ki, bu tərəfi də vardı həyatın. Mən bu cürdə olmağa məcburam. Bunu da öyrəndim, keçdim özümdən. Yəni dəyişir insan. Çox dəyişir valideyn olarkən. Amma dinləmək lazımdır. Həm özünü, həm övladını. Bəli. Mütləq dinləmək lazımdır. Siz necə buna baxırsınız? Sözsüz ki, müsbət baxıram, tam Bir coach razıyam. Bəli, mən sizdən tam razıyam. Uşaqlar ümumiyyətlə dəyişir və biz başqayıq. Bəli. Biz dəyişilmişik. Çünki bizim belə deyək, biz balaca olanda Sovet dövrün keçidi idi. Köhnə dəyərlər artıq dəyişilib, yeni dəyərlər hələ formalaşmayıb. Bəli. Keçid və dövründə idi. keçid dövründə idi. Keçidə Bəli, düşmüşdü. və ona görə həmişə kim ki valideynlərini qınayır ki, indi ağıllı kitablar oxuyuruq, Bəli, psixoloji kitablar bəli, oxuyuruq, bəli. deyir ki, sən düz eləməmisən, bunu səhv eləmisən. Bu belə deyil. Onlar bacardıqlarını eləmişdilər ki, bizləri boya çatsınlar, o cürə çətin vəziyyətdə, o cürə çətin şəraitdə bizləri böyütsünlər və artıq bizim əlimizə elə bir belə deyək, qüvvə, elə bir məsələlər verdilər ki, biz öz övladlarımıza başqa cür yanaşaq. Psixologiyanı öyrənə bilirik, komfortda yaşayırıq və artıq övladlarımıza başqa cürə yanaşırıq. Biraz da aşırımlı yanaşırıq o sərhədlər məsələsində. Bəzən çox onları dəcəl böyüdürük bugünkü gündə. Bu da sonra bir problemlərə gətirib çıxardacaq. bəli, elə Ona görə şeylər. balans olmalıdır, mütləq və çərçivə tərəfində balans olmalıdır. Amma yenə də deyirəm, əsas mövzumuz bugünkü gündə analıq mövzusudur və hamiləlik mövzusudur. Ən əsası da odur ki, siz ana olmağa hazırlaşanda bugünkü gündə mən də üzümü tuturam bütün qadınlara, onu demək istəyirəm ki, maarifləndirin özünüzü. Mütləq və mütləq öyrənin. Bugünkü gündə yeni bir Hər şey elementlər var. maariflənmədən başlanır. Mütləq və mən məsələn çox böyük bir təəssüf halını yaşadım ki, bu yaxınlarda gözəl mühazirə var idi. Leyla xanım təşkil eləmişdi həkim ginekoloqla və bütün neçə nəfər, 50-60 nəfərdən cəmi 5-6 nəfər gəlmişdi. Halbuki ödənişsiz idi. Və mən çaşbaş qaldım ki, necə yəni bu həqiqətən çox vacib olan bir məlumatdır. Niyə öyrənmək istəmirik? Niyə qorxuruq? Niyə öz əlimizə məsuliyyət götürürük? Çəkinirik, bəli. Məsuliyyəti öz əlimizə götürmürük. Müəyyən məlumatı etmirlər. biz orada qorxuruq eşitməyə. Mən düşünürəm ki, bəzi xanımlar elə bir məlumatı eşitməkdən qorxurlar və ya səhvlərinə görə düşünürlər ki, mən bundan öncəki evladımı elə böyütməmişəm, amma bunu hazırammı etməyə? Yəni doğrudan da Məndə bu. belə də oldu. Bəli. Məsələn, mən bəzi şeyləri eşitdim Leyla xanım. Deyirəm, ay da mən Emiliya ilə bunu eləmirdim. Vay vay və Onda adam həqiqətən təəssüflənir. qınaq hissin özümə qarşı ki, Bəli, ay da mən bəli. bunu fikir Allah bilir bugünkü skolyozu buna görədir ki, mən Bəli, onu o vaxtı belə bəli. düşünmədim. Adi podquznik taxanda belə biz öyrəşmişik də bir cürə bunu eləmək. Amma məsələn mən getdim mühazirələrə gördüm ki, səhv eləyirdim. Çox şey səhv eləyirdim. Və bunu düzəltmək, onu demək deyil ki, mən ikinci uşaqla da bu səhv eləmədim. Getdim Emiliyadan üzr istədim. Və ikinci uşağa artıq düzgün yanaşdı. Bu qorxulu deyil, bunu eləmək lazımdır. Çünki məlumat qabağa gedir və biz mütləq maariflənməliyik və bu cürə gözəl kurslar varsa, araşdırıb, onlarla birləşib və orada digər hamilələri görəndə, məsələn, bir şeydə mən orada fikir verdim ki, heç bir həqiqətən bizim qızlarda, özdə orada biraz kök qızlar da var idi, arıq qızlar da var idi, amma aramızda heç birində nə şişkinlik var idi, nə ayaqlar şişmiş kimi oldu. Axıra kimi mən bilmədim bu nədir, həmin o adam. Nə sudurqalar, çünki bütün o hərəkət özdə aşırı vəziyyətdə yoxdur. Normada olan hərəkətlər bizim bədənimizi sadəcə olaraq sağlam saxlayır. Hal-hazırda bizi çox insanlar izləyir, milyonlarla insanlar izləyir və onlar bilmirlər ki, hamiləlik dövründən öncə bu şəkildə hazırlanmaq olar. Hamiləlikdən sonra, hətta mənim özümün də pəriz proqramlarım var, hansılar ki, məhz hamiləlikdən öncə insanları hazırlayır, xanımları hamiləlik dövründə aparır və hamiləlikdən sonra. Və xanımların ən çox qorxduğu məqam odur ki, mən kilo alacağam. Odur ki, bədənim sallanacaq. Keçid alacağam Leyla xanımla birazdan.
Mənim əzizlərim, indi isə keçid alırıq sual-cavab rubrikamıza. Birinci sualımız. Hansı məhsullar laktozasız ola bilər? Bu birinci sualımız. İkinci sualımız. Sugar free nə deməkdir? Şirniyyatların içində sugar free nə deməkdir? Bu ikinci sualdır. Üçüncü sualımız isə yaşıl çayın tərkibini neçə faiz su təşkil edir? Və sonuncu sual. Hansı dodaq boyaları daha qalıcı olur? Mənim əzizlərim, suallarımıza tez və düzgün cavab verənlərə sponsorlarımızdan hədiyyələr düşəcək. Şəfalı həyat verilişinin bilirsiniz ki, artıq neçənci verilişdir ki, sual-cavab rubrikası var. Və sual-cavab rubrikamızda qaliblərimiz də artıq müəyyən olunub. Onu da nəzərinizə çatdırım ki, kim tez və düzgün suallarımıza cavab verir, bizim sponsorlarımızdan hədiyyə düşür. Odur ki, bugünkü qalibimizi təqdim etmək istəyirəm. Onu da vurğulamaq istəyirəm ki, şəfalı həyat verilişinə buyurun, gəlin. Nəinki xanımlar, nəinki uşaqlar, hətta bəylər də maraqla baxırlar. Odur ki, bugün bizim studiyamızda qalibimiz bəydir. Adınız bir dəqiqə, mikrofonu verim. Adım Orxandır. Soyadınız? İdrisov. Deməli, Orxan bəy, siz bizim sponsorumuzdan ağartıları udubsuz. Mənim əzizlərim, sualımız oydu ki, ağartı məhsulunda hansında daha çox probiotik var və Orxan bəy birinci və ən düzgün cavabı oldu ki, tərkibində nə var? Kefir, kefirin tərkibində, bəli. Görün, əli dolu gedirsiniz. Elə bilin ki, gedibsiniz supermarketdə bir bazarlıq etmişsiniz, amma onu harada? Şəfalı həyatda əldə edibsiniz. Çox sağ olun, xanım. Odur ki, nuş olsun. Təşəkkür edirəm. Mənim əzizlərim, siz də bizim verilişimizə baxın, sual-cavablarımıza düzgün cavab verin. Siz də bizim qaliblərimizin sırasında olun. Verilişimizin baş sponsoru Azərsüdə təşəkkür edirəm. Mənim əzizlərim, siz də dadlı, faydalı, orqanik, keyfiyyətli qidalanmaq istəyirsinizsə, o zaman siz də Azərsüdün məhsullarına istifadə edə bilərsiniz. Mənə dəfələrlə sual verirsiniz ki, Şaba xanım, siz yağ yeyirsiniz? Bəli, mən elə yerli bizim Azərsüddən istifadə edirəm. Ona nəzərinizə çatdırım ki, hal-hazırda yeni məhsul da var. Peta pendiri. Digər pendirlərdən fərqli olaraq çox yumuşaqdır, dadlıdır, duzsuzdur. Hətta pərizdə olan insanlar da rahatlıqla peta pendirindən istifadə edə bilər. Odur ki, mənim əzizlərim, siz də sağlıqlı, dadlı, faydalı qidalanmaq istəyirsinizsə, Azərsüdün bütün məhsullarından istifadə edə bilərsiniz. Təbii ləzzət, təbii ki, öz fermamızdan. Verilişimizin baş sponsoru Lənkəran çayına təşəkkür edirəm. Mənim əzizlərim, siz də təbii, orqanik çaydan istifadə etmək istəyirsinizsə, o zaman necə ki, mən özüm üçün kəşf etmişəm, siz də Lənkəran çayından istifadə edə bilərsiniz. Şeyx çayın dadından doymaq olmur. Tərkibində zəfəran, zirin, siz də istifadə edin. Hətta pəriz zamanı da şəkəri diabetdən əziyyət çəkən insanlar da bundan istifadə edə bilərlər. Xatun çayları, bəh-bəh-bəh, dadından doymaq olmur. Hədiyyə kimi də istifadə edə bilərsiniz. Qonaq gedəndə əli dolu xatun çayları, Qarabağ çayı, Azərbaycan çayından siz də istifadə edib apara bilərsiniz. Hətta burada premium çay da var. Çox gözəl çaydır, orqanikdir, heç bir qatqısı yoxdur. Hər bir bizə nuş olsun, günümüz gözəl olsun. Verilişimizin sponsoru Diabloya təşəkkür edirəm. Mənim əzizlərim, mən bir həkim, dietolog kimi bunu vurğulayaraq deyirəm ki, rahatlıqla şəkərsiz, glutensiz, qatqısız bu şirniyyatlardan siz də istifadə edə bilərsiniz. Pəriz zamanı, şəkərli diabetdən əziyyət çəkən insanlar, gözəl formada olmaq istəyən insanlar, evladınıza, uşağınıza, hamiləlik dövrdə, hətta idmanla məşğul olan insanlar rahatlıqla bunu istifadə edə bilərlər. 17 çeşidi var. Bütün marketlərdə, apteklərdə və onlayn satışı da var. Odur ki, nuş olsun, siz də Diablo ilə gözəl formada qalın. Verilişimizin baş sponsoru Evita Gözəllik Mərkəzinə təşəkkür edirəm. Mənim əzizlərim, əziz xanımlar, nəzərinizə çatdırım ki, sırf xanımlar üçün olan bir mərkəzdir. Hətta başı bağlı xanımlar da rahatlıqla gedə bilərlər. Burada spa, türk hamamı, masaj, baseyn, üzgüçülük, idman, saç, qulluğu, dırnaq, hər bir qulluq var. Odur ki, ora səhər girəndə insan axşama kimi oradan çıxmaq istəmir. O qədər gözəl bir mühitdir. Odur ki, mənim əzizlərim, siz də gözəlliyinizə biraz da gözəllik qatmaq istəyirsinizsə, siz də Evita Gözəllik Mərkəzindən müraciət edin, daha da gözəl olun. Sponsorumuz Bialan Jato kosmetik vasitəsinə təşəkkür etmək istəyirəm. Əziz xanımlar, əgər siz orqanik, təbii, qatqısız, parabensiz bir kremdən istifadə etmək istəyirsiniz, hal-hazırda da gündür, günəş qoruyucu, 50 SPF, 30 SPF-dən istifadə edərək həmi üzvünüz nəmlənsin, həmi quruluq aradan götürülsün, həmi günəşdən qorunma istəyirsinizsə, siz də Bialan Jatonun məhz bu kremindən istifadə edə bilərsiniz.
Azərsüd, Lənkəran çayları, Evita Gözəlliyi Mərkəzi, Diablo şirniyyatlarının baş sponsorluğu, Bioline Jato kosmetik vasitələrinin xüsusi sponsorluğu, Nur Mobilyanın sponsorluğu ilə Şəfalı Həyat davam edəcək. Azərsüd, Lənkəran çayları, Evita Gözəlliyi Mərkəzi, Diablo şirniyyatlarının baş sponsorluğu, Bioline Jato kosmetik vasitələrinin xüsusi sponsorluğu, Nur Mobilyanın sponsorluğu ilə Şəfalı Həyat davam edir. Gözlerime bir bakmakla yandı kalbim, kaldı yadımda. Kaldı yadımda. Anladım ki iller sonra bir nimet var sevgi adında. Sevgi adında. Birce başa düşsen beni, değilim senin düşmenin. Ne olar ki sevsen beni, bir ömürlük kalım yanında. Kalım yanında. Eşkin gürü illerinde, seni tapdım en derinde. Kalbim senin ellerinde, haberin olsun. Belə dert olmaz, dert olmaz. Aciz gönlüm sensiz bacarmaz. Belə dert olmaz, dert olmaz. Aciz gönlüm sensiz bacarmaz. Düşüp boşluktan boşluğa, ümidümün son mekamında. Son mekamında. Sanki dünya gelir üstüme, seni taptım tam zamanında. Tam zamanında. İnsaf eyle üzmem beni, değilim senin düşmenin. Ne olar ki sevsen beni, bir ömürlük kalım yanında. Kalım yanında. Eşkin gürü illerinde, seni taptım en derinde. Kalbim senin ellerinde, haberin olsun. Belə dert olmaz, dert olmaz. Aciz gönlüm sensiz bacarmaz. Belə dert olmaz, dert olmaz. Aciz gönlüm sensiz bacarmaz. Belə dert olmaz, dert olmaz. Aciz gönlüm sensiz bacarmaz. Belə dert olmaz, dert olmaz. Aciz gönlüm sensiz. Aciz gönlüm sensiz. Artıq 10 ildən çoxdur siz Azərbaycandasınız və nə qədər qadınlar kömək etmisiniz, nə qədər hamilə xanımlara dəstək olmusunuz, istər psixoloji, istər fiziki, istər idmanla. Mən ilk hamiləliyimi Türkiyədə keçirtmişdim və doğuşum da orada olmuşdu və orada xəstəxana nəzdində belə bir kurslara gedirdim və sonra bir neçə il sonra Azərbaycana qayıtdığım zaman gördüm ki, burada belə bir məktəb yoxdur və hamilələrin üst tutacağı bir yer yoxdur və
rəfiqəmlə birlikdə bu məktəbi açmağa qərar aldıq və çox az sayda hamilələrlə başlamışdıq. Ayda hardasa 3-5 hamiləmiz var idi, amma ona baxmayaraq, yəni inadla türklər demişkən dayandıq və artıq yavaş-yavaş toplumumuza bu mesajı çatdıra bilirik ki, hamiləlik məktəbi nəyə görə lazımdır. Sadəcə olaraq yəni əyləncə deyil bu, ehtiyacdır. Çünki dediyiniz kimi də həm kilo almağa qarşısını alır, həm ümumiyyətlə özlərini fərah hiss edirlər. Bayaq da qeyd etdiyim kimi heç bir beldə, boyunda, kürəkdə ağrılar olmur, şişkinliklər olmur. Ayaqlarda məsələn qıc olma filan çox problem yaşayırlar qadınlar. Belə kimi problemlər olmur, təngi nəfəslik olmur, yəni. Sonuna qədər çox aktiv şəkildə davam edirlər qadınlarımız və aktiv olmalarına görə də doğuşları da çox rahat keçir xanımlar. Bir sualım da yarandı. Bax, hamilə xanımın idmanı və adi insanın idmanı. Yəni burada böyük bir fərq var, yoxsa necə? Əslində var, çünki bilirsiniz, yəni çanaq dibi əzələlərinə çox böyük yük düşür, ağırlıq qaldırmaq olmaz və bir sürü bəzi hərəkətləri eləmək olmaz ki, yəni bizim başqa mərkəzlərdə, yəni hamiləliklərə aid olmayan, amma hamilələri qəbul edib idman keçən yerlərdə bunu nəzərə almırlar, amma biz təbii ki, bütün bunları nəzərə alırıq. Biz seçimi özümüz etməliyik, amma bizə o seçimi istiqamət verən insanlar olmalıdır və burada müxtəlif mütəxəssislər mütləq vacibdirlər. Necə siz deyirsiniz, artıq sizinlə başlayan çox insanlar olub, amma görürsünüz ki, bu dəqiqə, məsələn, hal-hazırda siz qalmısınız. Səbinə xanım, görün neçə illərdir, bəlkə də deyərdim, ilk insanlardan biriydiniz ki, 15 il var Səbinə xanım, neçə il? 10 il. 10 ildən çoxdur artıq Azərbaycanda belə bir məktəb açıblar. Burada istəyər life coachlar, istəyər business coachlar siz buraxılış edirsiniz. Mən özüm hər bir kurslarda olmuşam. Ümumiyyətlə, mən oxumağı, təlimləri çox sevirəm və hər insanın həyatda bir missiyası olduğu kimi, necə Nərmin xanım gözəl ifasında, bax, o oxudu, bizə enerji gəldi. İlk, hətta birinci musiqinizdə siz görmədiniz, siz oxuyurdunuz, ifa edirdiniz. Mən buradan keçəndə belə mənə bir qeyri-adi bir enerji gəldi, qadın enerjisi. Həm incəlik gəldi, həm də enerji gəldi. Odur ki, əziz xanımlar, düşünməyin ki, həyat əgər evladım yoxdursa olmayacaq, olacaq. Əgər evladım varsa mən özümü məhrum edəcəm. Yox, məhrum etməyəcəksiniz. Əgər hamiləsinizsə, o zaman düzgün mütəxəssislərə müraciət edərək gözəl bir formada da qala bilərsiniz. Sonrasında da daha formaya yığışmaq, məsələn, doğuş sonrası bərpa proqramlarımız var. Orada da biz qadınları yavaş-yavaş doğuşdan sonra yavaş-yavaş idmana qaytarırıq. Çünki bəzən olur ki, qadın doğuşdan çıxdı və bir ay sonra artıq mən gedəcəm zala, pres filan kimi hərəkətlər eləyəcəm. Qəti qadağandır əslində bu. Yəni çünki bilirsiniz, yəni qarından uşaq çıxdı, bütün orqanlar öz yerini tapmalıdır, qayıtmalıdır və s. kimi. Yəni bunu düzgün şəkildə eləmək lazımdır. Düzgün olduğu zaman da effektiv olur təbii ki. Bəli, ümumiyyətlə hər şeyin düzgün yolu çox önəmlidir. Onun üçün də elə biz mütəxəssislər olaraq buradayıq. Biz bugün anaları seçdik, ancaq mən üzümü tuturam atalara da. Demək istəyirəm ki, çünki evladınız hal-hazırda atayla ataylandır və buradan da təşəkkürümü bildirirəm yoldaşıma ki, həqiqətən, çünki balaca olanda daha çox anaya bağlı olurlar uşaqlar. Eyni zamanda biləndə ki, Şəfa xanımın verilişidir, mənə imtina eləyə bilməm. Deyir, mən baxaram, narahat olma, sən get. Bəli. Gözləyir məni, çox güman ki, hər şey yaxşıdır orada. Və üzümü tuturam atalara ki, mütləq və mütləq atalar da dəstək olmalıdır. Və mənim xoş oldu ki, Supermamada belə bir mühazirələr var ki, haradakı atalar da dəvət olunur, orada iştirak eləyir. Gözləri bu cürə gözlərdə mən gördüm. Yoldaşım dedi, necə keçir? Deyirəm, 4 dənə ata idi, gözləri belə orada da şəkillərlə hər şey göstərilir ki, uşağa qulluq necədir, bu necədir. Onlar da belə şokda baxırlar. Şoku yaşamasınlar deyəndə əvvəlcədən ataları da yavaş-yavaş birləşdirmək lazımdır bu prosesə. Çünki onlar da sonra həmin o bağ yaranır uşaqlarla və uşağın 2 valideyni var, hər 2 valideynə ehtiyacı var, hərəsinin öz yeri var və ona görə sözsüz ki, bizim kişilər işləyir, daha çox vaxt işdə keçirdir, amma yenə də bərabər olsalar daha yaxşı olar. Hərəsinin belə də öz zamanı, öz vaxtı var. Yenə vərdişlərə gəldik. Bəli, bir vərdiş olar. Bəli, bir vərdiş olaraq. Kişilər əgər daha çox iştirakçı olarsa, bəli, daha yaxşı olardı və uşaqların xeyrinədir bu ilk növbədə. Və mən həmişə deyirəm ki, xoşbaxt ana sağlam ailə deməkdir və buradan mən öz üzümü tuturam anama, qaynanama, baş əyirəm onların əziyyətini
qabağında, bütün anaların əziyyətinin qabağında, özün ana olanda daha çox dərk eləyirsən, daha çox ay Allah bağışla görə mən sənə belə bir artıq söz dedim, Güldən artıq söz dedim. O Yəni yeri gəlmişkən bu dəqiqə bütün analara, hər birimizin anası var və bütün analara üst tutaraq hər bir bizə deyir. Elə mən də öz anama, Gülzar xanıma özü neçə illərdir deməli Ailə Rəziyyət Kafedrasında dosent çalışıb və bütün analar istəyər mənim anama, bütün hər birimiz bizim anamızsınız. Hər birimizin qarşınızda baş əyirik. Çünki biz bugün dördümüz də anayıq və ana dəyərlərini yalnız insan ana olarkən olandan sonra dərk edir. Bəli, o əziyyətləri, o necə ora gəlib çıxırıq və bir müəyyən vaxtdır, məsələn, sizin evladınız sizə bir söz deyəndə fikirləşsən, görürsən mən anama harda demişəm, necə demişəm və insan doğrudan ki, insan zaman ona gətirir və bir dənə onu da vurğulamaq istəyirəm. Bu yaxınlardan bir filmə baxırdıq. Bizim həftədə bir dəfə ailəmizdən bir film günümüz olur. Bəli. Mən əvvəllər filmlərə elə-belə baxırdım uşaqlıqda. Amma indi hər bir filmdə bizdə sonra bitirəndən sonra yoldaşımla müzakirə edirik və filmə baxdıq. İtalyan filmi idi. Çox gözəl bir söz dedi orada. Dedi, onu rus dilində dedi, indi Azərbaycan dilindən tərcümə elədi. Dedi ki, семья это не самое главное, это все. Deyir, ailə ən vacib deyil. Bəli, ailə hər şeydir. Mən doğrudan da bu sözü buradan bütün ailələri olanlara, ailə olmayan amma arzusunda olan insanlara deyirəm. Doğrudan da ailə demək deyir ki, mənim evladım, ailə mənim anam, ailə mənim atam, ailə mənim qardaşım, bacım. Bu çox önəmlidir və ailədə hər zaman birlik olmalıdır. Birlik məqamı çox önəmlidir Şəfə xanım. Çünki mən ona gələcəkdim ki, son illərdə insanların çoxları nə bir ki, havalanması baş verir. Havalanma sistemi bu çox güclü qoşulub, insanlar dəyərlərini unudub, insanlar nəinki dəyərlər ailəyə qarşı, ümumiyyətcə çox şeyə qarşı, digərinin övladına qarşı valideynlər bəzən həddindən artıq aqressivləşmə, yəni nümayiş etdirir. Adam şok yaşayır ki, bəs tərbiyə, mədəniyyət, elə ki, çox insan çox şeyi unudub. Və dəyərlər yenidən yaşasa, bu hamımızın xeyrinədir. Sağlam cəmiyyət istəyirik biz. Şəfalı cəmiyyət istəyirik biz. Görürsünüz dəyərlər, görürsünüz Nərmin xanım, siz də deyirsiniz ki, Nərmin xanım, siz deyirsiniz ki, dəyərlər. Dəyərlər nədir? Dəyərlər ailədən gəlir. Birinci növbədə bir neçə illər bundan öncə mən çox karyeradaydım. İş günlərin bir günü bir dənə təhsil nazirində bir xanım var idi. Allah ona can sağlığı versin, bilməm sağdır, sağ deyil. Və o çox bir gözəl cümlə dedi. Dedim, mənim 2 evladım var, 2 oğlum var. Görəsən, onlar necə böyüyəcək? Yəni, mən çox vaxt işdə də oluram. O çox gözəl bir söz dedi. Dedi, 50% bizim genlərimizdir. 25% ailədə gördüyüdür. 25% cəmiyyətdir. Amma hal-hazırda sosial şəbəkələr o qədərdir ki, mən deyərdim 50% sosial şəbəkədir, artıq o 25% bizə düşür. Amma yenə də hara getsək, sağa da getsək, sola da getsək, genetikanı dəyişmək mümkün deyil. Genetika özünü bildirir. Sadəcə mən hər zaman deyirəm, sağlam həyatda da, şəfalı həyatda da onu deyirəm, genetikanı dəyişmək mümkün deyil. Sadəcə genetikanı mühit ya pisləşdirə bilər, ya yaxşılaşdıra bilər. Ona görə bizim də əsas məqsədimiz hamımızın, hərəmiz öz istiqamətimizdə maarifləndirməkdir və sağlam cəmiyyət bugünkü gündə bizim əlimizdə o məsuliyyətdir ki, hansı cəmiyyətdə bizim övladlar böyüyəcək. Hərəmizin məsuliyyətidir. Ya bizə sağ ol deyəcəklər, ya yəni söyləyəcəklər bizi. Mən öz valideynlərimə sağ ol deyirəm. Məsələn, çünki bugünkü gündə mən öz ətrafımdan çox razıyam. Çox adam cavanları bəzən belə deyək də tənqid edir, ancaq mən razıyam. Və bugünkü gündə bu cavanlar hansı istiqamətə doğru gedəcək, yenə də bizdən asılıdır. Ona görə nəyi ediriksə, olur analıq, olur hamiləlik, olsun adi karyera, olsun fərqi yoxdur. Hansı qərarları veririksə, düşünərək, dərrəkalı, öz köklərimizə yenə də bağlanaraq, dəyərlərimizə bağlanaraq o qərarları versək, o zaman biz də şəfalı olarıq, inşallah cəmiyyətimiz də şəfalı olar. Sizə təşəkkür edirəm. Doğrudan da bu çox önəmli bir məqam idi. Çox maraqlı mövzuydu. Nərmin xanım da bizim gözəlimiz. Bundan öncə gələndə dedim, Nərmin xanım, hər zaman olduğum kimi çox gözəlsiniz, çox şıksınız. Dedi, xüsusi hazırlaşmışam və sizə təşəkkür edirəm. Gözəl ifalarınızla, gözəl simavızla, sevgivizlə. Üzünüzdə o sevgini görürəm. Necə sevə-sevə gəlmişsiniz bugün şəfalı həyata. Leyla xanım, sizə də təşəkkürümü bildirəm. Çünki bugün
Azərbaycanda belə bir məktəbi gətirmək, belə bir məktəbi 10 ildir saxlamaq, yəni bu doğrudan da mən hər zaman Böyük bilirəm, əziyyətdir, çox çətindir. hər bir sahə çox çətindir. Mən özümün Şəfalı Həyat Cateringim var və bilirəm ki, onu çox çətindir. Yəni insanlarla çalışmaq, insanları razı salmaq, insanlara özəl və fərdi yanaşmaq doğrudan da bir böyük bir əziyyətdir. Yeni ideyanı gətirmək Bəli. çətindir. O çətindir ki, mən ona görə həmişə Leyla xanıma deyirəm ki, siz ruhdan düşməyin. Bəzən olur ki, deyir, niyə başa düşür? Mən axı cəmiyyət üçün eləyirəm. Həqiqətən o qədər mən bilirəm ki, Leyla xanım nə qədər bu cəmiyyət üçün, bizim Azərbaycan üçün can qoyub. Və bəzən o geri dönüşü almayanda ya və yaxud da hansısa negativ kommentariyalar olanda və sair şərhlər olanda mən deyirəm ki, əlinizi üzməyin, çox xahiş edirəm. Çünki çox gözəl işlə məşğulsunuz. Mən bir rəfiqə kimi yox, mən bu məktəbdən belə deyək də bir məzun kimi bunu deyirəm və üzümü tutub demək istəyirəm ki, sizə ruhdan düşməyin və həqiqətən çox gözəl işin başındasınız və onu mütləq siz davam eləməlisiniz. Səbinə xanım, siz artıq burada efirdən, mən deyərdim ki, istəyər xanımlara, istəyər burada oturan biz xanımlara bir coach kimi, bir motivasiya elədiniz, bir ismarış göndərdiniz, bir mesaj göndərdiniz. Odur ki, sizə də təşəkkür edirəm. Allah gözəl balamızı qorusun, Allah hər kəsin balasını qorusun. Allah bizim analarımıza can sağlığı versin. Hər bir ananın qarşısında baş əyirəm. Təşəkkür edirəm ki, varsınız. Bizim analarımız, qaynanalarımız, xalalarımız, bacılarımız, bütün xanımların qarşısında baş əyirəm. Hər bir bizi ayrılıqda sevirəm. İndi isə istəyərdim sizə sponsorlarımızdan hədiyyələr var. İstəyirəm qonaqlarımıza onu təqdim edim. Bizim özümüz hədiyyəsi Şəfa xanım. Can, təşəkkür edirəm. Mənə o dəyəri verdiyinizə görə Nərmin xanım sizə gözəl məhsullarından yeyərsiniz və dadarsız baxarsınız. Təşəkkür edirəm. Buyurun Leyla xanım, buyurun Səbinə xanım, çox nuş sağ olun. olsun. Hədiyyələrimizi qonaqlarımıza təqdim etdik. İndi isə bugünkü gözəl geyinmə görə, hətta Nərmin xanım da vurğuladı ki, çox yaraşdı. Reysisan Instagram səhifəsinə aşağıda gedir. Özünüz də yazıb müraciət edə bilərsiniz. Gözəl make-up'ıma görə Evita Gözəllik Mərkəzində çalışan Şəhla xanıma dərin təşəkkürümü bildirmək istəyirəm. Saç düzümünə görə isə Gülnar xanıma dərin təşəkkürümü bildirirəm. Bu gözəl mebellərə görə, komfortlu söhbət etdiyimizə görə Nur Mobilya, başda da Rəşad bəyə dərin təşəkkürümü bildirmək istəyirəm. İndi isə istəyirəm bizim gözəlimiz Nərmin xanım Kərimbəyeva sonuncu ifası ilə bizim şəfalı həyat verilişimizi belə gözəl yola salaq. Məmnuniyyətlə. Dediler nece sevdin onu görmeden. Dediler yar olmaz bilsene özgeden. Dediler çıkar at ağlından onu. Gedirəm tek tenha ünvansız yolu. Bilirəm yoxdur ürəyindən mənə pay. Dönürəm yağışa gözlərində yanıram. Bilirəm yoxdur ürəyindən mənə pay. Dönürəm yağışa gözlərində yanır. Ay eşqindən bax qəlbim dəli divanə. Gizlincə düşür izine gülür yüzüne. Qoy eşitsin var sesimi bütün el alem. Sevirəm ama mənim üzülən vurub dizine. Bilirəm yoxdur ürəyindən mənə pay. Dönürəm yağışa gözlərində yanıram. Bilirəm yoxdur ürəyindən mənə pay. Dönürəm yağışa gözlərində yanır. Ay eşqindən bax qəlbim dəli divanə. Gizlincə düşür izine gülür yüzüne. Qoy eşitsin var sesimi bütün el alem. Sevirəm ama mənim üzülən vurub dizine.
Azər Süd, Lənkəran çayları, Evita Gözəllik Mərkəzi, Diablo şirniyyatlarının baş sponsorluğu, Bioline Jato kosmetik vasitələrinin xüsusi sponsorluğu, Nur Mobilyanın sponsorluğu ilə şəfalı həyata baxdınız.